Vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Zəhmətkeş ulduzların bayram buraxılışı efirdədir. Bugün biz Zəhmətkeş ulduzlarla beraber Qusarda iki bayramı bir gündə qeyd edəcəyik. Həm dünya Azərbaycanlılarının həmrəylik gününü, həm də yeni ili. Bir sözlə bayramınız mübarək. Yox inşallah belə olmur, yox olmur. Bizə təbii qar lazımdır inşallah. Bu bayram efiridir. Bugün ayın 31-idir. Bayramdır amma qar yoxdur, yaz havasıdır, günəşdir. Neyniyək? Gəlin gedək, təbii qar tapaq. Gedək. Asif gəl. Asif kameranı qoyub ara gəlsən, verişi necə çəkəcəksən? Tez elə. Gəl, ver orada. Bugün Şaxta babamız var, Qar qızımız var, Aslan Hüseyin abimiz var. Qar qızı ilə Şaxta baba, yox, Şaxta qız. Yox, Qar qızla Şaxta oğlandır. Bu Şaxta oğlandır. Şaxta oğlanla Qar gəlin qızı. Nəyə görə Şaxta oğlanı? Çünki qar yoxdur görürsünüz. Biz qar ümidi ilə gəlmişdik dekabrın 31-i ki, Qusarda qar olacaq. Şaxta babamız da əridi. Sən demə, o Şaxta kimi oğlan, bazıburutlu Şaxta baba əridi və bu buzun altında sən demə Şaxta oğlan var imiş. Bəli. Necəsiz ay Şaxta baba? Yaxşı, İlham Kərimli gözəl rəqqasınız. Təşəkkür edirəm. Yaxşı, bax bu bayram ərəfəsində, bayram günündə necə ola bilər? Sizcə gözəl şən yolkamız burada, gözəl qonaqlarımız burada. Tamaşaçılar baxırlar, bizi izləyirlər. Necə ola bilər? Əla, bəli. Günəş pərtəpər vurur, amma 45 qradus maroz necə ola bilər? Əla. O qədər soyuqda inan əzəmətlər. Ölür bir soyuqda. Elə bil ki, yeni ili biz gəl mövsümdə çəkirik ki, yeni ildə istirahət elə. Gözəl rəqqasəmiz, röyalar kimi rəqs eləyən Röya Əliyeva. Bəli. Bu sənə gəlib bacı. Yox, bacı, tanımıram. Mən də bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Bütün xoş günlər, xoş arzular xalqımıza nəsib olsun, qismət olsun. Amin. Mehriban olaq. Bəli, mehriban. Can deyək, can eşidək. Siz orijinalsınız. Siz də bir brandsınız. Və bizim show biznesdə analogu olmayan, əvəz olun, atalıq olmayan, əmmi oluğu, dayı oluğu, bibi oluğu, xala oluğu olmayan Aslan Hüseyin. Düzdür, tamamilə sizinlə razıyam. Çox sağ olun. Çox sağ olun. Belə Doğrudan Aslan, səndən yoxdur da qardaş. Çox sağ olun. Yüzümə demirəm, arxancada danışanda belə deyirəm ki, Aslanın yoxdur. Can, çox sağ olun. Aslanın əsl Aslan. Sən də deyə bilərsən yəni onu. Hə, Aslan səndən yoxdur. Yəni Aslanın əsl necə insan olduğunu bilmək üçün onunla yol yoldaşı olmaq lazımdır. Çox sağ olun, çox sağ olun. Mən də elə valla siz mənə dəvət edəndə bir həvəslə gedirəm. Bu gün də deyir ki, İlhamla Röya gəlir, vəbşi bir həvəslə. Sonra deyir ki, qar yağıb, dedi Qubalı çoxlu qar yağıb. Lap sevindim. Oy, Qusarda, hə. Qusarda dedi çoxlu qar yağıb. Biz də orada qar gördük. İndi dedi ki, heç olmasa Qusarda gedək qar görək. Gəldik qardakı. Yəni inanın ki, hər dəfə Aslan bizim verişə gələndə gübraqşuq gəlib, sonra belini tutub verişdən çıxıb gedir. Ümid edirəm ki... Əsl zəhmətkeş elə olur da, gəlir belə, sonra ağrıya gedir. Bir sual verim sizə, mən çox maraqlıdır. Siz artıq ikinci dəfədir bizim verişdə qonaqsınız. Aslan, sən dəfələrlə bizim verişdə qonaqsınız. Sayısamı yoxdur, bu kimin balasıdır? Maraqlıdır. Bir sual verim sizə. Siz artıq bizim ikinci dəfədir verişimizdə qonaqsınız. Aslan, sən dəfələrlə bizdə verişdə qonaq olmasa. Bax, ilin sonudur. Demək olar ki, 2017-ci ilin sonuncu efiridir Zəhmətkeş Ulduzlarda.
Zəhmətkeş ulduzlarda hansı bir hadisə məqam yadınızdadırmı ki, o sizin yaddaşınıza ömrünüzün axırına qədər yəni həkk olundu? Gəldi, yadıma düşdü, gəldi. Mənim başıma gəldi. Mən artıq 3-cü dəfədir sizin verilişdəyəm. Həqiqətən də doğrudan da sizin veriliş o qədər belə baxımlı, pozitiv, dinamik, eyni zamanda zəhmətkeş. İnanırsınız mən görmədiyim işləri elə gəlib bax burada kənd rayon yerlərində. Görmədiyin günləri görmədiyim günləri də burada gördüm və başıma gəlməyən oyunlar da bu verilişdə gəlibdi. Biz harda Sabirabaddaydıq da deyəsən də səhv eləmirəmsə Sabirabaddaydıq. İlanlı pirə getmişdik və orada o ilanlı o pir zamanı təsəvvür eləyin ki, o başımıza gəlməyən oyun. Bir saniyə. Baxaq. İlbər xanım düz buyurdu. Bu ilanlar təhlükəlidir, ancaq bu ocaqda ilanlar özlərini çox sərbəst aparır. O həqiqətən səhərdən deyil, ilan bizə çox yaxındır. İlan harda ola bilər? İlan Seyidin ancaq papağında ola bilər. Hələ bu bilmir ilan hardadır. İlan baba bu papağımın içində. Baba yatıb burada. Baba indi çıxacaq. Ay baba bu da. İlan budur. Sakit çünkü hissiyat var onda. Sakit. Bax ilan budur. Kameradan həyəcanlandım. Yox, kameraya çəkilmək istəmir axı bunlar. Sen bir de icazə ver ben oynar size özüm. Çok sağ olun. Ben de sizi çok istedim. Tutun omuzlarımı. Bırak oyuncular burada. Yok kurban çok karşım. Seyit. Yox. Bırak bıçak oyunu. Bırak sen. Ay yok xahişim eləməyin. Şöyle Allah ben xəstəlik tabaram qoymam xahişim sizdən. Yəni tamaşaçılardan üzr istəyirəm. Mən şad buralara qalxıb verməm dönürsə. Böyüklərimizdən də üzr istəyirəm sizdən dönür üzr istəyirəm ki mən buralara dırmaşdım. Kimi bu İlhamın dost dediyi, canciğer dediyi rüya həyətdə iş görəndə görün neynədir? İlan! Maymun! Kurana. Kurana. Atırdın sen. Ne pis kızsa ne sen? Rey sana mən nə deyim? Görürsünüz tamaşaçılar, bu da Rüyanın əhvalatı. Bəs Aslan sizdə? İlk proqramlarından biri idi, Şamaxıya gəldi. Nəsə, nəniyə normal başa salmıyorlar ki, bunlar zəhmətkeş oldu amma usta deyirlər yəni. Yəni hər şeydən baş çıxmır. Elə gəldi qapıdan girdi, nəniyə deyiblər ki, iş görəcəklər. Nənə qayıtdı, mən o durbeyi təmizdi oradan. Orada kanalizasiya turbası vardı. Durbeyi təmizləsə gəldi, təmizlədi, köməli dedi, baxmadı, indi lap çəkiliş deyil. Yaş nənə, təmizlədi turba. Sonra qalxdım bakın üstünə, orada bak vardı. Dedilər ki, orada dəmir. Mən də göyə başım şurada krandan. Qalxdım kranın üstünə. Birdən hündürlükdən qorxuram akazlıqca. Sən demə, bizim verişimizdə Aslan Hüseynov kəşf elədi ki, o hündürlükdən qorxur. Nəzəriz tamaşaçılar, bu zəhmətkeş ulduzlarda baş verən ən kiçik belə xatirələr idi və fürsətdən istifadə edib bütün illər boyu getdiyimiz ailələrə buradan salamlarımı göndərirəm. Bayramları mübarək olsun, illəri ruzlu, bərəkətli, uğurlu, düşərli olsun. Əzizlərim, danışdıq, xatırladıq. Bugün bayramdır. Bayramda nə edirlər? Şam ağacı bəzəyərlər, birazdan bəzəyəcəyik. Sonra nə edirdilər bayramda? Şənlənmək lazımdır. Hədiyələr almaq lazımdır. Mənə hədiyyə almısınız? Mənə hədiyyə. Hədiyyələr vermək lazımdır. Yəni. Mənə hədiyyə gətirmək. Almaq lazımdır. Almaq lazımdır. Görürsünüz, siz mənə hədiyyə gətirməmisiniz, amma mən bugün bizim dəli sponsorlarımızdan hamı hədiyyə gətirmişəm. Birazdan hamı hədiyyə alacaq. Hələlik isə getdik. Süt kimi akar ile, çoxlu bar ile, göz ile bahar ile. Yeni geldi, neşeli bar ile. Yeni geldi, neşeli. Uşaqlar, oxuduq.
oynadı. İndi isə getdi işləməyə. Nə? İşləməyə. 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 Bayram günü nə işləməyə? Bəs bayram günü sən ev eşiyi təmiz eləyirsən ki, hələ şükür elə ki İtaliyada deyirsən. İtaliyada bayram günü bəli, bütün ev əşyalarının köynələr hamısı atıl aşağı. O anda mən İtaliyada olmaq istəyirəm. Elimizdə, gedəyin onda. Odur ki, altında. bugün köynə əşyaları tolamayacaq amma iş görəcək. Sağ olun. Getdik biz, bayramımız mübarək. Meşeye gelmişken belki burada bir hatıra şekil çektirek. Ayrı, keyifli səni. Yadigar kalacak. Tapmadı, yoktu. Neyniyeyim ben? Neyliyə, heç nə. Gəlmdən sağ veriyor. Bakın buraya. Yox, uşaq olmur, yox. Bir də eləyək, bir də. Bir dələsə qar çıxacaq burada uşaqlar. Bir qar çıxdı. Çıxmır da uşaqlar. Biz elə çıxacağıq. Yox, uşaqlar. Bir də. 1, 2, 3. Ay Röya, ay İlham, ay Aslan. Bugün 31 dekabrdır. Bugün bayram günü. Bayram diye başa düşürsə bu yeni il bayramıdır. Bəs niyə qar yoxdur? Qar niyə yox? Qar yoxdur. Yoxdur. Gözəl müğənnimiz var burada. Mahnı Düz deyirsən, olsun. düz deyirsən. Tamamilə razıyam. Düz deyirsən. Sən oxu, Hə, bəlkə qar qar yoxdur. Biz də oynayaq. Deməli mən oxuyan günə qar yağır, eləmi? Yəni ki, bugün bayramdır. Qoy Hə. bayram əhvallığınız Sağ olun. olsun. Düzdür. Çox sağ olun. Hörmətiniz artıq olsun. Mən oxuyacağam, qar yağacaq. İfa edin Aslan Hüseynov. Dağlar duman olaydı, derdim kanan olaydı. Sensiz geçen günlerim keşke yalan olaydı. Dağlar duman olaydı, derdim kanan olaydı. Sensiz geçen günlerim keşke yalan olaydı. Ay ne derdi ne dermanı bilemedim o yarın. Of dede bitti canımı içti kanımı o yarın. Ay ne derdi ne dermanı bilemedim o yarın. Of dede bitti canımı içti kanımı o yarın. Hoy 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 kaldı dağlar, halım yamandı dağlar. Eğer yar vefasızdırsa yüreğim hey kan ağlar. Hoy 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 kaldı dağlar, halım yamandı dağlar. Eğer yar vefasızdırsa yüreğim hey kan ağlar. Ay ne derdi dermanı bilemedim o yarın. Of dede bitti canımı içti kanımı o yarın. Ay ne derdi dermanı bilemedim o yarın. Of dede bitti canımı içti kanımı o yarın.
derdim qalan olaydı. Sensiz keçən günlərim keşke yalan olaydı. Ay nədir derdim, nədir dermanım, bilemedim o yarım. Oh dede bitti canımı içti, kanımı o yarım. Ay nədir derdi, nədir dermanım, bilemedim o yarım. Oh dede bitti canımı içti, kanımı o yarım. Verilişimizin sponsoru hamımızın seve-seve içdiyi final çaylarıdır. Elə bir Azərbaycan ailəsi yoxdur ki, çaydan istifadə eləməz. Final çayları hər zövqə və damaq dadına uyğun çay növlərini təklif edir. Mənim kimi çay sevənlər Final Earl Grey və Final Super Tea'dən, tüm çay sevənlər isə Final Melody'dən istifadə edə bilərlər. Bundan əlavə Final Best Blend və Final Pico kimi çay növləri də var ki, sizə xüsusi ləzzət verəcək. Final, hər zövqə uyğun çay. Verilişimizin sponsoru bizim tarla markasıdır. Bugün mən sizə bu markanın məhsulu olan dilimlənmiş, doğranmış, soyulmuş və çəkilmiş pomidorlarından danışmaq istəyirəm. Bu pomidorlar Azərbaycanımızın barlı bəzəkli tarlalarında dərmansız yetişdirilir. Seçmə dənə-dənə toplanılır. Dünya standartlarına uyğun istehsal olunur. Qızartmalarda, bozartmalarda, sulu xörəklərə xüsusi dad verir. Birəbir evdə hazırlanmış kimidir. Amma bir fərqi var. O da tam təhlükəsizdir. Əziyyəti yox, ləzzəti çox. Həm də sərfəlidir. Təşəkkür edirəm sponsorumuza. Verilişimizin sponsoru söhbətimizi daha şirin eləyən Çiko Günabaxan tumları və çərəzləridir. Ailə ilə, qohum-əqrəbə ilə, dost-tanışla bir arada cəm olanda söhbətimiz daha maraqlı olsun deyənə Çikonun ağ tumundan, istərsə də qara tumundan çırt deyin. Bundan əlavə Çikonun balqabaq tumu, fındığı, püstəsi, fıstığı, araksi, qarışıq çərəzlərindən də daddıqca doymayacaqsınız. Amma bu da son deyil. Çikodan daha bir yenilik. Çiko çipsləri. Çiko çipslərini sevə-sevə dadacaqsınız və dadından heç vaxt doymayacaqsınız. Çiko, ayrılmaq olmur. Az getdi, çox getdi. Bir il ərzində dərə-təpə düz getdi. Bugünsə 2017-ci ilin axırıncı evinə gəlirik. Zəhmətkeş ulduzlar olaraq axarıncı olsun arzu edirəm. Görək. İlmin sonunda artıq bilirsiniz ki, əziz tamaşaçılarımız yeni ilə sayılı saatlar qaldı və ya Allah deyək, səs gəlir, kimsə var orada. Hediyəsi. 2018-in hər qapısı bax belə açılacaq. Amin. 2018-ci ildə üzünüzə bütün qapıları tabiət açıq olsun. Salam. Ola. Bayramınız mübarək. Necəsiniz? Gəlin qapını bağlayın. Necəsiniz? Zəhmətkeş ulduzlar 2017-ci ilin artıq təhvil verib də 2018-ci ilin astanasındadılar və bu ilin sonuncu qapısı sizin oldu. Qismətimizə siz düşdünüz. İnşallah verişimiz davamlı olsun. Sponsorumuz bol olsun, reytingimiz bol olsun. Hər zaman olduğu kimi İnşallah iliniz hər birinizin uğurlu olsun. Sağ olun, çox sağ olun. Bilirsiniz ki, yeni il ailə bayramıdır. Həm də ki, Dünya Azərbaycanla həmrəylik günüdür. Biz də həmrəy olub ailəmizlə bərabər sizin ailəyə qarışıb da bayramı bir yerdə keçirmək istəyirik. Şam ağacını bəzəmək istəyirik. Təbii ki, bayramda bayram qabağı yığış olunur. Təbii. Bir həyət bacıya əl gəzdirək. Ondan sonra bir vur çatasın. Bir çal oynasın olacaq ki, gəl görəsən, verişimizin bir anı belə qaçırmırıq. Nə deyirəm ki, bayramımıza başlayaq. Gəlin bura əzizlərim. Tipa. Bəli, tipa. Dama, getdi. O nə idi? Yəni, bilirsiniz ki, 2017-ci il xoruz ili idi. Aha.
İndi Artıq nə itil? qarşıdan gələn il itil olacaq, özü də qızıl itli ilə. Aha, qızı dekorativ it. Nə bilim vallah deyir, kasıb itin adını gümüş qoyur. Bu amma qızıl itli. Bu nəticə yaxşı il gəlir ha inşallah. İnşallah xeyirli il olar, ruzili, bərəkətli il olar. İt ili ümumiyyətlə vəfalıdır. İt nədir? Vəfalı dostdur. Nə deyirəm? Alın bu dən. Mən əminəm ki, bugün bu bayram sürəsində bu toyuqlardan, xoruzlardan bəzisi əsi olacaq. Aha. Çünki əminəm ki, ev yiyəsi ya ümid edirəm ki, bugün xoruz bişirəcək. Götürdən də. El boyu görün. Onu da götürək. Gedin. Bunları belə eləməsin, heç vaxt toyuqları dən verməzlər, heç vaxt iş görməzlər. Bunlara stimul lazımdır. Aslan tuttu ye. Zəhmətkeş ulduzlarımız ənləmizə sadiq olaraq artıq işə başlayıblar. Hərçən ki, mən Bakıdan çıxanda onlara söz vermişdim ki, bugün bayram efiri çəkirik və bayramda iş olmayacaq. Yoxsa başqa cür onlara heç yana gətirmək olmazdı. Bu əziz gündə. İndi gəlin sizdən daha yaxından tanış olaq. Adınız, soyadınız, nəçə olmusunuz? Adım Xavər, soyadım Pirsayatov, Hidayətoğlu. Müəllim işləyirəm. Artıq Hansı fəndən? Azərbaycan ədəbiyyat fənni üzrə. Nə gözəl, nə gözəl. Artıq 35 ilə yaxındır. Maşallah. Qusar rayonu Hasanqala kənd tam orta məktəbində ədəbiyyat müəllimi işləyirəm. Çox gözəl. Bəs bu gözəl xanım kimdir? Gözəl xanım həyat yoldaşımdır, Qaranfil xanımdır. Qərənfil xanım, siz nəçisiz? Mən evdar qadın. Amma mən sizə deyim ki, evlər qadının ən çətin peşələrdən biridir. Çünki evdə iş bitmir. Yo, bitmir, onsuz da bitmir. Evladdan, nəvədən. Var, 2 oğlum, bir qızım var. Maşallah. 3 nəvəm var, bir gəlinim var. Ay maşallah. İndi maşallah, indi evladlar hamısı yer verirəmisiz. Çox şükürlər olsun, Allah saxlasın. Yo, bir oğlum subaydı elə. Toyuna gələk inşallah. Allah qoysun. Ayağımız düşərli olsun 2018-ci ildə. Necə ki biz indi 2017-ni yola salırıq sizin evdə çal-çağırla. İnşallah 2018-ci ildə sizə çal-çağırlı gəlsin inşallah. Bilirsiniz ki, yeni il elə bir bayramdır ki, həm Dünya Azərbaycan Amirəmin günüdür bilirsiniz bu günləri, həm də yeni ildir. Yeni ildə insan uşaqlığı istər-istəməz yadına düşür. İstər-istəməz. Siz xatırlayırsınız, sizdə ən belə yadda qalan yeni il hansı olub? Nə baş verir? Əlbəttə, mənim uşaqlığım buradan təxminən 1-15 kilometr yuxarı kəndimiz var, doğma kəndimiz. Orada keçibdi, Suvacal kəndidir. Ən yadda qalan yeni il hansı? Nə baş kəndidir. verir orada? Valla uşaqlıqda yadda qalan demək olar ki, bütün yeni illər hamısı yadda qalırdı. Çünki uşaqlıq belə idi ki, evə yığışmazdıq. Elə yeni il olsa da vaxtımızı küçədə keçirərdik uşaqlarla bir yerdə. Qartop oyna. Orada o vaxtlar qar da çox olardı. Bu il nəsə qar olmaz. Bəli, indi görürsünüz dekabr ayıdır, Qusara gəlmisiniz. Amma hava elə bil ki, yay havasıdır. Yay havası təxminən. İsti, günəşli. Elə indi saat təxminən Şaxta babanın sizə verdiyi ən yadda qalan hədiyyə. Heç bir hədiyyə almamışam, doğrusunu deyim Şaxta babadan bu vaxta qədər. Heç bir hədiyyə almamışam. Bəs siz xanım? Vallahi yadıma gəlmir. Görürsünüz. İndi gördünüz ki, bizim bura gəlməyimiz təsadüfi deyilmiş. Ümumiyyətlə, bu həyatda heç nə təsadüfi deyil. Siz bu yaşa çatmışsınız, bir dəfə olsun Şaxta babadan hədiyyə almamışsınız. Sizin Şaxta babanız bugün bizim dəyərli sponsorlarımız olacaq. Bugün hamıdan qabaq, bilirsiniz ki, adətən Şaxta baba 12-dən sonra hədiyyə verir. Bugün hamıdan qabaq hədiyyəni Şaxta baba mən sizə çatdırır. Bizim dəyərli sponsorlarımıza bax, bu jestlərinə görə dərin təşəkkür bildirəm. Nə deyirəm ki, ilk dəfə olaraq bu insanların həyat tarixində ilk dəfə olaraq bu insanlar Şaxta babadan hədiyyə alacaq. Gördüyünüz əziz tamaşaçılarımız, insan yaşada olsa da yenə də daxilində, qəlbində uşaq qalır. Nə deyirəm mənim körpə balalarım? Gəlin gedək, Şaxta babaların göndərdiyi hədiyyələri mən qara qız sizə təqdim edeyim. Getdik. Xavər dayı, Qaranfil xala, mən sizə bizim dəyərli sponsorlarımızın hədiyyələrini gətirmişəm. Hədiyyələr də gördüyünüz kimi əsl bayram süfrəsini bəzəyən,
bir hədiyyələrdir. Bizim tarlanın kompotları, hər bir bayram süfrəsinin bəzəyi bizim tarlanın kompotları, hansı ki ev üslubunda hazırlanıb, artıq əziyyət çəkib, yay istisində, ağaclarda meyvəni dərib, bazarda meyvə alıb gəlib hazırlama ehtiyac yoxdur. Çünki bütün meyvələrdən, məsələn Azərbaycanın meyvə bağlarına toplanmış, yalnız və yalnız seçmə meyvələrdən istifadə olunub. Bax bizim tarlanın kompotları. Buna əlavə təbii ki kompotun yanında növbəti soğuk qaryanaltı kimi siz qonaqlara bizim tarlanın soyulmuş, doğranmış, dilimlənmiş pomidorlarını təqdim edə bilərsiniz. Və təbii ki o pomidorların yanında da bizim tarlanın badımcan kürüsünün yeri əvəz olunmazdır. Çox dadlı və çox ləzzətlidir. İnanın ki qonaqlar elə biləcək ki özünüz hazırlamışsınız. Hətta bu soyulmuş, doğranmış pomidorlardan, baxın hazır soyulmuş bütöv pomidorlardır. Onu qızarmış toyuğun yanına qoya bilərsiniz. Bərabər qızarda bilərsiniz. Çünki heç bir konservantı yoxdur. Sadəcə orada pomidordur və salam və pomidorun suyu. Doğranmış pomidorun suyu içinə göy ərti biraz da soğanda əlavə eləsəz olacaq kababın yanında çox ləzzətli bir salat. Daha nələr eləmək olar? Bu hamısı sizin fantaziyanızdan asılıdır. Və xörəkləri təbii ki dad gətirən, xörəkləri dada gətirən, dad verən, ləzzət qatan duzdur. Bu da yalnız və yalnız salut xörək duzu olmalıdır. Çünki həm sağlamlığınızı qoruyur, həm də ki xörəyinizə ləzzət qatır. Çünki yoddaşdırılıb. Və təbii ki yemək yeyəndən sonra bizim milli el adətimiz, ənənəmiz var ki, mütləq yemək yeyib bitirən kimi o dəqiqə qonaqlara biz çay gətiririk. Və bu çay hansı çay olacaq? Təbii ki final çayı. Hər zövqü və damaq dadına uyğun çay növləri var. Hansısa qonağınız əgər ətirli çayı sevirsə final Earl Grey təqdim edəcəksiniz. Tünd çay sevənlər üçün final Melody var. Bir sözlə qonaqlarınız sizdən razı qalacaq və təbii ki söhbəti daha ləzzətli və daha maraqlı eləmək üçün nə eləmək lazımdır? Çiko günə baxan tumlarını çıtlamaq lazımdır. Çikonun bol çeşidi var, özünüz bilirsiniz. Ağ tumu, qara tumu, balqabaq tumu, fındığı, fıstığı, badamı, büsəsi, hətta çipsi. Amma bugün mən sizə çikon, ağ tumu və qara tumunu gətirmişəm. Çıt da çıt çıtlayacaqsınız, dadından doymayacaqsınız. Bütün gördüyünlərin hamısı sizə hədiyyədir. Bayaq qeyd elədiyim kimi biz yeni ildə Şaxta babadır. Bizim isə Şaxta babamız bizim dəyərli sponsorlarımızdır. Sponsor demişkən fürsətdən istifadə edib il boyu, nəinki il boyu, illərdir bizim verişdə bizə dəstək olan bütün sponsorlarımıza ayrı-ayrıqda dərin təşəkkürümü bildirəm. Onların hər birinin bayramını təbrik edirəm. Allah sizin ilinizi uğurlu eləsin, ruzunuzu bərəkətli eləsin, ruzunuzu bol eləsin ki, siz də bizim verişdə bizə dəstək olasınız. Təşəkkür edirəm sizə, bayramınız mübarək olsun. Nə deyirəm əzizlərim? Qonaqlar birazdan gələcək. Vur çatlasın, çal oynasın olacaq. Burada bir çal çağır olacaq ki, deyir əzizim nəsə gəldi, su bəndə kəsə gəldi. Qusarda bir yenil keçirildi. El oba səsə gəldi. Odur ki, birazdan el oba səsə gələcək. Biz də vaxtımızı itirməyək, həyət bacar sərqəyə salaq, qonaqlar gəlir axı. Ondan sonra möhtəşəm bir yenil gecəsi olacaq. Verişimizin bir anı belə qaçırmayın. Beləliklə biz işimizə davam edirik. Neynədiniz? Bastırdı qallar. Ay uşaqlar, bunu niyə yığdınız? Hara yığaq? Bunu yığmıları bu təbiətdən gələn kübrədir. Siz neyinirsiniz? Bəs bizə də dəfə təmizləyir buraları. Kim dedi? Biridir, kübrədir. Biz bura spesial yığmışıq belə. Kimi? Bunu belə yığmışıq. Burada ağac əkəcəyik. Başa düşürsünüz ki, bura daha kübrəli olsun. Ay uşaqlar, siz neyinirsiniz? Dağıdın bunu, tez eləyin, dağıdın. Ha, biz bunu yığmaq olmaz axı. Kənd sakinləri baxırlar, görürlər ki, uşaqlar olmadı. Gəlin belə eləyək. Aslan dağıt. Verin bura. Mən kiçik bir musiqi fasiləsi elan edirəm. İlham, Röya, günahınızı yumaq üçün gedin gözəl bir rəqs eləyin. Gəl. Aslan, sənin köməyinə ehtiyacım var Aslan. Hər ösrəti məşğulsa daha yaxşıdır. Biz bunu dağıdaq. Gəl qabağıma gedək. Allah köməyin olsun. Qoylar rəqs eləsin. Bizdə bu yarpaqları yenidən dağıdaq səpək yerə. Hə, elə vay.
hamımızın sevə-sevə içdiyi final çaylardır. Elə bir Azərbaycan ailəsi yoxdur ki, çaydan istifadə eləməsin. Final çayları hər zövqə və damaq dadına uyğun çay növlərini təklif edir. Mənim kıymetli çay sevənlər Final Earl Grey və Final Super Tea'dən, tüm çay sevənlər isə Final Melody'də istifadə edə bilərlər. Bundan əlavə Final Best Blend və Final Pekoy kimi çay növləri də var ki, sizə xüsusi ləzzət verəcək. Final hər zövqə uyğun çay. Verişimizin sponsoru bizim tarla tomat pastasıdır. Bu pasta Azərbaycanın seçmə pomidorlarından hazırlanır. 700 qramlıq banka tomat pastası üçün nə az nə çox 6 kiloqram pomidordan istifadə olunur. Heç bir qatkısı yoxdur. Hətta duz belə əlavə olunmur. Rəngi əlvan, dadı əladır. Bir qaza yemək, bir xörək qaşığı pasta yetər. Çünki bu tomat pastası bizim tarlanın məhsuludur. Verişimizin sponsoru söhbətimizi daha şirin eləyən Chico Günəbax xantumları və çərəzləridir. Ailə ilə, qohum-əqrəbə ilə, dost-tanışla bir arada cəm olanda söhbətimiz daha maraqlı olsun deyənə Chico'nun ağ tomundan, istərsə də qara tumundan çırt deyin. Bundan əlavə Chico'nun balqabaq tomu, fındığı, püstəsi, fıstığı, araksi, qarışıq çərəzlərindən də datdıqca doymayacaqsınız. Amma bu da son deyil. Chico'dan daha bir yenilik. Chico çipsləri. Chico çipslərini sevə-sevə dadacaqsınız və dadından heç vaxt doymayacaqsınız. Chico ayrılmaq olmur. Sizden aldım, uşağlığım kaynar oldu. Şiresini sizden aldım. Siz piyada ben sattım, kulak suyu da tavazım. Siz piyada ben sattım, kulak suyu da tavazım. Bəh, bax. Artıq bayram əhval-ruhiyyəsi, bayram abu-havası bu həyətdə yaşanır. Çünki yavaş-yavaş qonum-qonşu da yığışır. Samavarımız qaynır, boğma samavarı. Samavarımız qaynır, boğma samavarı. Ay Allah. Yanansa Novruz bayramı. Hə, boğma da oğlum. Qoy biraz nəfəs alsın sonra. Samavarımız yavaş-yavaş alışıb. Aslan, İlhan, sizdən çox xahiş edirəm. Super bir çay olan, nömrə bir çay olan Final Super Tea'nin eşeğince dəmliyi. Mən isə gedirəm, bizim birisi ki ənəvi rubrikamız var, sual-cavab rubrikası. Mən sual-cavab cəmaatın başını qatım, qonum-qonşuya da hədiyələrdən verim. Siz də çay dəmliyin, gətirin, geçin çay çay. Ondan sonra möhtəşəm konsert başlayacaq. Buyurun. Daha bir atributu şam ağacıdır. Uşaqlarla bərabər şam ağacını bəzədik. Mən isə keçid alıram bizim ənənəvi sual-cavab rubrikasına. Mən sizə suallar verəcəm və düzgün cavab alan hər bir kəs bizim dəyərli sponsorlardan hədiyələr qazanacaq. Məncə əladır şam ağacımız. Çox sağ uşaqlar. Gəl bura. Və birinci sualım gəlir. Xahiş edirəm, sual-cavab rubrikamızın əsas şərtlərindən biri də odur ki, mən sualı verirəm. Variantlar deyəcəm kömək üçün və kimsə düzgün cavab verirsə əlini qaldırsın. Yerindən heç kəs cavab verməsin. Hazırıq. Çox asan suallardır, sizin rayonumuza aid suallardır. Birinci sualım belədir. Sizcə Qusar neçənci ildən şəhər statusu alıb? Variantlar deyirəm. 1981-ci ildən, 1872-ci ildən, 1938-ci ildən ya 1945-ci ildən. Əlinizi qaldırın. Buyurun. 81-ci ildən. Düzdür, 81-ci ildə çox mühüm bir
hadisə baş verib mən dünyaya gəlmişəm, amma Qusar şəhər statusu almayıb. Buyurun. 1938-ci ildə. Sizcə? Məncə bu düzdür. Alqışlar gəlsin, xahiş edirəm. Təbrik edirik. Mən sizə keçid alıram bizim ikinci sualımıza. Bu sual məncə çox asan olacaq. Sizcə Qusar rayonunun neçə kəndi var? Dan 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 dan. Variantlar deyim yoxsa bilirsiniz? Bilirsən? Əlini qaldır baxın. Deyim. Aha, oldu. Deyim onda. 100 kənd, 66 kənd, 88 kənd ya 42 kənd. Buyur. Məncə 42 kəndi var. Yox. Başqa? Buyur. 66 kənd. Yox. Məncə 100 kənd. Yox. Aycan. 88 kənd. Bəli, nəhayət ki, düzdür. Əziz tamaşaçılarımız, Qusarın nə az da çoxdur 88 kəndi var. Və sonuncu sualım gəlir. Məncə bu sualı hər bir Azərbaycanlı bilməlidir bu sualın cavabını. Əminəm ki, siz də çətinlik çəkməyəcəksiniz. Beləliklə sualım. Bilirsiniz ki, bugün ən əsası Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Sizcə Dünya Azərbaycanlılarının həmrəylik günü ilk dəfə neçənci ildə qeyd olundu? Mən sizə yaxınlaşım. Buyurun. Mən əminəm ki, siz biləcəksiniz, çünki bu tarix sizin gözünüzün qarşısında, nəinki bizim də gözümüzün qarşısında yaranıb. 89-cu ildə. Daha dəqiq desək, hə? 91-ci ildə. Bəli, əslində ikiniz də, bəli, alqışlar xahiş edirəm. Əslində hər ikiniz də düzgün cavab verdiniz. Təməli 1989-cu ildə qoyuldu bu qərarın. Həmrəylik gününün əsası 1989-cu ildə qoyulsa da 1991-ci il dekabrın 16-sında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının həmrəylik günü elan etdi. Və belə çıxır ki, siz hər ikiniz sualın cavabını düzgün cavablandırdınız. Təbrik edirəm, hər zaman süfrələriniz ruzulu, bərəkətli olsun. Biz isə işlərimizi bitirmişik. İndi isə əzizlərim, bayramda neyniyərlər? Çalıb, oxuyarlar, oynayarlar. Odur ki, bizim zəhmətkeş ulduzlar sizin üçün möhtəşəm bir konsert proqramı hazırlayıb. Odur ki, alqışlarla qarşılayın. Beləliklə, əziz tamaşaçılarımız, bayram konsertimiz davam eləyir. Hər birinizə dərin təşəkkür edirəm. Röya xanım, İlham bəy, çox sağ olun ki, il boyu bizimlə bərabər oldunuz. Bu il də bizimlə oldunuz və Allah qismət eləsin ki, aslan hər zaman bütün illərdə bərabər olaq, çəkilişlərdə olaq, toylarda olaq, xoş günlərdə, xeyir işlərdə olaq. Allah heç birinizə qəm-qüssə göstərməsin. Fürsətdən istifadə edib illərdir bütün getdiyimiz ailələrdə biz ki, ağsaqqalaq bir çələn bir günü zəhmətən çəkirdik. O ailələrin hər birinə buradan salamlarımı göndərirəm. Bayramlarını təbrik edirəm. İnşallah bundan sonraki illəriniz yalnız və yalnız sizə xoşbəxtlik gətirsin. Ruzu bərəkətli olsun. Allah sizə pis sınaqlar, çətin sınaqlar verməsin. Yalnız və yalnız şadlıqlar nəsib olsun, qismət olsun hər birinizə və ən əsas da hər birinizə Allahdan can sağlığı arzu edirəm. Çox sağ İlham. Siz sağ olun. Bir daha bayramımız mübarək olsun. Bir daha tamaşaçıların, bax sizlərin, hamımızın bayramımız mübarək olsun. Can sağlığı, ruzili, bərəkətli olsun inşallah. İli xoş keçirin inşallah. İli bizimlə yola salırsınız. Əminəm ki, qarşıdan gələn il inşallah bizimlə də qarşılarsınız və iliniz də uğurlu olar inşallah. Röya xanım, sizə də dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Bayramımız mübarək olsun. Çox sağ olun. Mən də bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Bugünkü gündə bizi bu cür öz isti yuvalarına qəbul etdikləri üçün təşəkkür edirəm. Var olsunlar və bir daha təbriklər. Çox sağ olun. Aslan, minnətdaram sizə.
Valla biz sizə minnətdar olmalıyıq. Çünki siz hər gün efirdarsınız. Sizi hər gün görürlər. Amma biz belə deyək də, yəni sizə minnətdarıq ki, bizi belə günlərdə bizim tamaşaçılarla, bizim istədiyimiz insanlarla görüşdürürsünüz və ürək sözlərimizi biz çatdıra bilirik. Bu günlərdə mənim ürək sözlərim ancaq yeni il qabağı odur ki, yeni il uğurlu olsun, ruzu bərəkətli olsun. Belə deyək də, yəni standart arzular olsa da, amma lazımlı arzulardır və ən böyük arzum odur ki, hər il boyu heç kimi itirməyək, yəni. Amin Allah və əzizlərinlə, yaxınları ilə isti ocağımız olsun, sağ-salamat olaq. Məncə ən böyük xoşbəxtlik budur. Təşəkkürüm bir daha bizim dəyərli sponsorumuz Çiko Günəbaxantumla və çərəzlərinə hər birinizə bu cür hədiyyə paketi var. Sizə birinci verəcəm bu hədiyyəni İlham sizin və Aslan sizin hədiyyəniz hələ dayanıb durub sizi gözləyir. Biz gelib götürərik, narahat olun. Daha bir təşəkkürüm olacaq. Bugün bu bayram günündə öz ailələrini evdə qonaqlarla bərabər qoyub da bizi tək qoymayan Qayıbulaq instrumental ansamblindadır. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram və xüsusi təşəkkürüm olacaq bugünkü çəkilişdə yaratdıqları şəraitə görə Qusar rayon İcra Hakimiyyətinin başçısına, Qusar rayon İcra Hakimiyyətinin bütün işçilərinə və mədəniyyət şöbəsinin işçilərinə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, hörmətiniz artıq olsun, var olasınız. Minnətdaram. Nəinki Qusar rayonunun bütün Azərbaycan bölgələrində olmuşuq bu illər boyu. Hər zaman doğrudan da çox gözəl, hörmətlə qarşılayıblar bizi. Ona görə təşəkkür edirəm sizə, sevginizə görə, hörmətinizə görə qarşınızda baş əyirəm hər birinizin. Dünyada yaşayan və həmvətənlərimizin bayramı mübarək olsun. Və bizim təhlükəsizliyimizi təmin etdiklərinə görə, bizi qoruduqlarına görə ordumuza buradan bir alqışlar gəlsin. Var olsun, qüdrətli, yenilməz ordumuz, əskərlərimiz. Siz bizi qoruyursunuz. Bax bu əziz gündə, bayram günündə soyuğa, qışa, qara baxmayaraq, istiyə, yağışa baxmayaraq hər zaman siz bizi qoruyursunuz. Allah da sizi qorusun. Əskər alanlardan buradan salmamı göndərirəm. Əskər yoldaşları var, hərbiçilər var, hərbiçi yoldaşları var. Hamıya buradan salmamı göndərirəm. Bayramınız mübarək olsun. Allah bizim xalqımızı şər xatadan qorusun. Bayramınız mübarək olsun. Və Aslan buyur. Ay sevgilim demə bu nə həvəsdir, nə nəvədir, nə avazdır, nə səsdir. Ay sevgilim demə bu nə həvəsdir, nə nəvədir, nə avazdır, nə səsdir. Sənsiz keçən ayım günüm əbəsdir. Sənsiz keçən ayım günüm əbəsdir. Gönlüm gülər bir yanıma gələndə, gönlüm gülər bir yanıma gələndə. Sən aşıqın çiçək, sən yarsan, bir arzum var hər arzumla yarsan. Danışmırsan ay qızım əllə var sən, şirin şirin gül yanıma gələndə. Danışmırsan ay qızım əllə var sən, şirin şirin gül yanıma gələndə. Şirin şirin gül yanıma gələndə. من نبودی روز من همچه باله چهره تو بالا بغز در کمن. ای گل من نبودی روز من همچه باله چهره تو بالا بغز در کمن. دارش رویا نداره من گل به من چی در پیسونه چی در رو باینگه. دارش رویا نداره من گل به من چی در پیسونه چی در رو باینگه. از غمی بخشی روی کسیلم و دلگر هنم. کی در پیسونه کی در رو باینگه. سالش که رویا نداره من قلب من کی در پیسونه کی در رو باینگه. Bu ilimizdə bax belə keçdi. Gəlin ildə görüşmək ümidilə. Sağ olun. Baş
olmaz